Bəli, artıq hansı məsələlərdən danışacağıq, diqqətinizə çatdırdıq və böyük qayıdış çərçivəsində azad edilən ərazilərə köç karvanı yola salınır. İlin sonuna qədər nə qədər ailə və hansı ərazilərə köçürüləcək, Zeynəb Nadirova bizə məlumatları ötürəcək. Zeynəb, hər vaxtın xeyir olsun. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, böyük qayıdış çərçivəsində Prezident İlham Əliyevin sərəncamına əsasən işğaldan azad olunan torpaqlara əhalinin köçürülməsi prosesi davam eləyir, baş tutur mərhələli şəkildə. Elə qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi də bu istiqamətdə işlər görür. Biz də elə qurumdan məlumat verəcəyik. Elə yanımızda elə qonağımız da var, Fuad Hüseynov. Onunla birgə məlumat verəcəyik. Onu da vurğulayaq ki, elə yaxın zamanda Zəngilana, eyni zamanda Xıdırlı kəndinə, Ağdamın Xıdırlı kəndinə köç prosesi baş tutdu. Zəngilanın vurğulayaq ki, Məmmədbəyli kəndinə 30 ailə, 143 nəfər, Ağdamın Xıdırlı kəndinə isə 30 ailə, 50 ailə, 219 nəfər köçürülüb. Bəs bu zamana kimi nə qədər köç prosesi baş tutdu? Bundan sonra, bu mərhələdən sonra hansı istiqamətlər üzrə köç prosesi olacaq. Bununla bağlı elə qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov məlumat verəcək. Fuad bəy, elə bu istiqamətdə izləyiciləri məlumatlandıraq. Çünki köç prosesi davam eləyir və işğaldan azad olunan torpaqlara əhali məskunlaşmaq üzrə gedir. Sizdən eşidək. Sabahınız xeyir və ilk öncə sizi və sizin simanızda geniş tamaşaçı auditoriyanızı Milli Dirçəliş Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Siz vurğuladığınız kimi bugün biz Azərbaycan xalqı, Azərbaycan milləti olaraq 5-ci il dönümünü təntənə ilə, böyük qürurla qeyd etdiyimiz tarixi zəfərimizin məntiqi nəticəsi olan böyük qayıdışın sevincini və fəxarətini yaşamaqdayıq. Və qeyd edə bilərik ki, böyük qayıdış uğurla icra olunmaqdadır. Qarabağda və Şərqi Zəngəzurda sözlə ifadə oluna bilməyəcək tərzdə geniş miqyaslı bərpa qurucuq işləri aparılır. Torpaqlarımız təmizlənir, yeni infrastruktur yaradılır və keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarında ləyaqətli və təhlükəsiz yaşamı üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılır. Və bugünədək böyük qayıdışa dair birinci dövlət proqramı çərçivəsində artıq 60 mindən çox soydaşımız Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşıb, təhsil alır, müxtəlif sahələrdə fəaliyyət göstərir və xatirinizdən ilin əvvəldə möhtərəm cənab prezidentimiz yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etmişdik ki, ilin sonunadək 30-a yaxın yaşayış məntəqəsində böyük qayıdışa start verilməsi nəzərdə tutulur və bugün fəxarətlə qeyd edə bilərik ki, o həmin hədəfə artıq nail olunub. 30 yaşayış məntəqəsində, o cümlədən 6 şəhər, 2 qəsəbə və 22 kənddə böyük qayıdış salnaməsi başlanılıb və nəzərə alsaq ki, ilin sonunadək bir sıra daha bir neçə yaşayış məntəqəsinin böyük qayıdışa start verilməsi nəzərdə tutulur. O cümlədən ölkəmizin ən iri şəhərlərindən biri olan Ağdam şəhərinə, Zəngilan şəhərinə, Xocavənd şəhərinə, Zəngilanın, Cəbrayılın, Xocalının, Xocavəndin, Ağdərənin yaşayış məntəqələrinin, kəndlərinə böyük qayıdışa start veriləcək. Əlbəttə ki, bu say 30-dan çox olacaq və arzum ondan ibarətdir ki, hər bir keçmiş məcburi köçkün soydaşımız tezliklə böyük qayıdışın sevincini və fəxarətini hiss edə bilsin. Təşəkkür edirəm, detallı məlumat verdiniz köç prosesi ilə bağlı. Bəli, Çinarə, vurğulayaq ki, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən məlumat verdik. Qonağımızsa elə qurumun sədrinin müavini Fuad Hüseynov idi və bildirdi ki, ilin sonuna kimi artıq Zəngilana, Ağdama və digər şəhərlərə, yəni işğaldan azad olunan torpaqlara köç prosesi nəzərdə tutulub, yaşayış məntəqələri də qurulub. Elə bu istiqamətdə yenilənmiş informasiyaları biz də verməyə çalışacağıq. Hələlik isə bizdən bu qədər, söz yenidən sizdə. Təşəkkürümü bildirirəm, Zeynəb, məlumatı bizimlə bölüşdü.